Herkese salam, hər vaxtınız xeyir olsun. Bugün Aylinlə alış-verişə gəlmişik. Deməli, Aylinin vinetka çəkilişi olacaq. Onun üçün geyim seçirik. Burada bir paltarları geyinir. Eləsində var, video çəkmişəm. Eləsini şəkil çəkmişəm. İndi siz baxarsınız. Sonda evdə göstərəcəm hansını aldıq. Vinetka çəkilişinə uyğun seçməyə çalışırıq. Donu var, ətəyi də var, amma şalvar kofta istəyir. Burada oyun çıxardır özü ilə oynayır, gəh nələrsə danışır. Əslində mən bu koftanı da çox bəyəndim. Ümumiyyətlə geyindilərinin hamısını çox bəyəndim. Deyir bəlkə hamısını alaq. Heç birini seçmir. Bu da yaxşıdır, o birisi də yaxşıdır. Belə özü ilə danışır. Qərar verə bilmir. Orada da satıcıya baxır. Bu da bir geyimdir. Bunu da geyinmişdi. Gəldi. İndi göstərim nələr almışıq Aylin üçün. Burada belə bir ilk öncə polo köynəyi var. Bundan çəkiliş eləyəcəklər. Məktəbli formasını yox. Bunu geyinəcəklər. Məktəbli yubqaları ilə. Daha sonra burada var belə bir bantikimiz. Şalvarımıza uyğun. Burada var belə ikili ağ bantikimiz. Qaşlı. Daha sonra bir dənə təzə kalqotka. Bunun paketini açmışdıq. Heç orada da qoymadım. Belə kalqotka. Ağ rəngdə. Daha sonra bunu elə belə götürdüm. Özüm üçün çorab. Daha sonra Aylin üçün bir dənə ağ çorab şalvarı ilə geyinməyə. Bir də nəhayət bu paltara qərar verdi. Özü seçdi Aylin. Belə bir ağ koftadır. Yavaşca dağladı fidan. Belə bir ağ koftadır. Burada belə bəzəkləri var. Razmeri 13 yazılıb. Belə. Daha sonra belə bir şal var. Qaşlı. Əynində var idi. Şəkil qoymuşdum. Yəqin ki görmüsünüz. Belə hər tərəfi qaşdı. Ayağı belə bol. Bəgi. Sonra belə bir kəməri var. Onu da taxacaq. Netlədi indi. Belə bir kəməri var. Onu da taxacaq. Daha sonra məktəbli yubqası falan ütüləyəcəm. Hazırlaşacaq. Gedəcək. İnşallah çəkilişə. Sabah da çəkilişimizdir. Belə özü seçdi. Mən başqa bir paltar giymişdi. Onu da sevdim. Amma Aylin özü bunu seçdi, dedi. Bunları istəyirəm. Nəysə ən xoşuna gələn bu oldu. Bunun da bu detalını mən istəmirəm. Çünki niyə yuvanda, maşına atanda bu detal mane olur da. Ağ da elə bir paltardır ki, bir dəfə geyinirdi, gələ o dəqiqə yuyula. Amma qolları falan qəşəngdir. Aylin cəlb elədi özünə. Hə, qəşəngdir. Belə, bu da bunu uyğunlaşdırıb saçının arxasına vuracağım. Bunda da qaşlar var. Baxın. Belə. Hə, gedəcək. Bax. Hə. Şalvarında da qaşlar. Bunun üzərində də qaşlar. Ondan sonra belə. Bugünkü alış-verişimiz belə. İnan uşaq paltarları, böyük paltarlarından da bahadır. Nə həm modeli istədiyin kimi tapa bilmirsən, həm də o qədər bahadır. Bu belə saçına keçirmək üçündür. Həm də o qədər bahadır. Heç birinə yaxın durmaq olmur. Bizim evdə bugün menyu qırıçkaydı. Amma içərisinə soğan qovurmuşam, kartofla falan dadlı bir şeydi. Amma hamı ağzın burnunu əyir. Heç kim istəmir. Mən də qırıçkanı az bişirəndə ev xalqı yemək istəyir. Çox bişirəndə heç kim istəmir.
Hamı ət axtarır bugün. Ona görə mən də gətirdim belə balıq duzlamışam. İstiyot vurmuram, anam xoşlamır bilirsiniz. Ağzı deyir göy damağım göynür də. Yeyə bilmir. Amma Aylin deyir ki, mən kartofla balıq istəyirəm. Evdəkilər də razıdırlar. Qriçka olsun, amma üstündə balıq olsun. Oy, toxundurdum, bura gedim, yum gəlim. Bunları yığım. Sonra balığı qoyum, qızarsın. Bu da Aylinin cipsi, kartofu. Kartofu yığdım belə. Çox qəşəng qızardı. İndi balığı qoydum, qızarsın. Ağzını örtəcəm, birinci içi yaxşı pişsin. Daha sonra qızarsın. 2 dəqiqə yağ elə oldu, sıçradı, qazaq silmişdim. Gülüyoruz. Aylin xanımın menüsü tamamlandı. Balıq, kartof, bir də qriçka. Üzərinə də qatıq. Belə yiyəcək. Ye Ayliş. Bu da sok açıb özünə bir dənə. İstəyirsən stəkana tök. Ya necə istəyirsən elə iç. Çörəklə ye. Doy. Yaxşı. Dadlıdır. Bugün mən force edib tək qriçka olduğuna görə yemək yeməyib xalalar. Bu məktəbdən gələndən sonra ilk yeməkdir. Saat da artıq 5'dir. Forçdu qız. Qoy mən sizə göstərim bizim sevilməyən qreçkamızı. İndi üzəri balıqlıdır deyənə sevilir. Bir tərəfi gedib. İndi dənizə də tüt çəkəcəm. O da yesin yeməyi. Belə bugünün menüsü qreçka. Amma sevilməyən qreçka. Bəxti olmayan qreçka. Ətsiz heç kim bunu istəmir. Belə. Çəkim dənisi yemək sənə. Başladım qabları yumağa. Çox qab deyil. Əslində yeməkdən sonra qabları yumuşam. Sonra biraz oturandan sonra saat 10'da 11'də yoldaşım, uşaqlar yenə acırlar. Belə çay falan içiblər, nə bilim balaca tavada yemək qızdırıb yeyirlər. Onları yığışdıram, səhərə içinə qalmasın dedim. Bilirəm 3-4 gündür vlog yükləyə bilmirəm. Çünki biraz başım Aylin məktəbinə, nə bilim bəzi işlərə qarışıb. Sənət falan işim var idi. Ona görə inşallah bugün vlog gələcək. Bugün deyəndə, yəni sabah siz bunu sabah istəyəcəksiniz. Mən bugün hazırlayacağım. Hər şey hazır. Son 1-2 qab qalmışdı. Onları da yuduq. Qablarımızın üstünü bir dəfəlik örtdük. İnşallah sabah açarıq. Belə gedək. İndi yatmaq vaxtıdır. Son qabları yuduq. Yoldaşım özünə yemək qızdırmışdı balaca tavada, qara tavada. Onu da yudum, nə bilim 1-2 stəkan falan vardı. Onları yudum, hamısını yığdıq bura. İnşallah sabah növbəti videolarda, vloglarda görüşərik. Mütləq sabah da video yükləyəcəm.